dərsimizdə qarşıq ədədlərin toplanması və çıxılmasını öyrənəcəyik. Bundan əvvəlki videomuzda isə adi kəsrlərin toplanmasını və çıxılmasını öyrənmişdik. Gəlin indi isə qarşıq ədədlərin toplanması və çıxılmasını öyrənəcəyik. Burada gördüyünüz kimi qarşıq ədədlərin toplanması və çıxılması iki eyni, yəni adi kəsrlərdə olduğu kimi məxrəclərə eyni olan kəsrlər və məxrəcləri müxtəlif olan kəsrlərdə iki üsulda dəyişir. Deməli biz ikisini öyrənəcəyik bu gün. Eyni zamanda da bu hər ikisinə də aid olan bir şey. Yəni həm məxrəci eyni olan kəsr, həm də məxrəcləri müxtəlif olan kəsrlər yeni bir tam yarada bilər və yaxud da yeni bir tam ayıra bilər. Bu nə deməkdir? Biz bilirik ki, 2də 1 ilə 2də 1-i toplayanda bir tam almış oluruq. Bu tam yaratmadır. Və yaxud da hər hansı bir tamla onun hər hansı bir hissəsini çıxdıqda buradan bir tam götürmüş oluruq. Bu da tam ayırmaydır. İndi misalların izahında daha detallı başa düşəcəksiniz. Yəni ilk növbədə qarşıq ədədlərin toplanması, çıxılması, yəni burada məxrəci eyni, məxrəci müxtəlif olması yox. Sadəcə ümumi qaydaya baxaq. Tutaq ki, bir dənə misal yazım. 2 yazın. 5 tam 5də 2. 5də 2. Sonra o birisi də 3 tam 5də 1 olsun. Cavab necə hesablanır? Fikir versin, 2 dənə də qarşıq ədədimiz var. 2 qarşıq ədədi hesabladığımızda ilk növbədə tam hissələr toplanır. Yəni bu tam hissə və bu tam hissə toplanır bir yerdə. Toplanır və cavabda tam hissənin yerinə yazılır. Yəni 5 + 3 8 edir. Biz cavaba 8 yazaq. Qeyd etdik. İndi isə kəsr hissələr burada hansılardır? 5də 1 və 5də 2. İndi kəsr hissələri ayrıca toplayırıq. 5də 1 ilə 5də 2-ni toplayanda məxrəclər eyni olduğu üçün kəsr hissələrin, adi kəsrlərin toplanmasını keçmişdik bundan əvvəlki videoda. Bu deyil ki, kəsr məxrəclər olduğu kimi qalır. 5 yazılır. Sürətlər toplanır. 2 + 1 3. Belə yazdım. Məxrəclər olduğu kimi qaldı. Sürətlər toplandı. Kəsrləri toplayıb kəsr hissəsinə, tam hissəni toplayıb tam hissəyə yazdıq. Cavabda nə almış oluruq? İndi biz qeydlərimizi silsək. Cavabda 8 tam 5də 3 aldıq. İndi isə gəlin çıxılmasına baxaq. İndi isə eyni misal üzərində çıxılmasına baxa bilərik. 5 tam 5də 2 çıxılsın 3 tam 5də 1. Nə edirdik? Yenə eyni şəkildə tam hissələri qeyd edirdik. Tam hissələr durdu və bir tam hissələri bir-birindən çıxırdı. Yəni 5-dən 3-ü çıxırdı. 5-lə 3-ü çıxır. Tam hissənin yerinə qeyd edirik. Neçə yazırdıq? 3. 5 çıxılsın. 3, 2. Daha sonra isə kəsr hissələri. Kəsr hissələri hansıdır? 5də 2, 5də 1. Deməli, 5də 2 ilə 5də 1-i bir-birindən yenə çıxırdı. Daha sonra isə kəsr hissənin yerinə yazırdıq. Kəsr hissənin yerinə də 5də kəsrlərin məxrəcləri bir-birinə bərabər olduğu üçün biz adi kəsrlərdə öyrənmişdik. Məxrəclər bir-birinə bərabərdirsə, məxrəc olduğu kimi qalır. Sürətlər çıxılır. 2 çıxılsın 1, 1. Cavab nə aldıq? İndi cavabı belə qeydləri silək. Yenə qeydləri silək. Görək nə aldıq qeydlərdən sonra cavabı. Aha. Cavabımız 2 tam 5də 1 oldu. Bu da gördüyünüz kimi. Bu ümumi qarşıq ədədlərin toplanması və çıxılması. İndi isə baxaq görək. Məxrəcləri eyni indi burada məxrəcləri eynidir. Məxrəcləri fərqli olsa və yaxud da tam əmələ gətirməsi, tam əmələ gətirməməsi. Yəni necə başa salım? Tutaq ki biz buradan götürdük 5 tam. Yəni 5də 2-dən 5də 1 çıxdı. 5də 1 aldıq. Bayaq danışdığımız misallar məxrəci eyni olan qarşıq ədədlərin toplanması və çıxılmasına aid idi. Ancaq indi isə biz həmin məxrəci eyni olan qarşıq ədədlərin toplanması, çıxılmasında tam yaradan və tam ayıran misallara baxasıyıq. İlk növbədə tam yaradanlar adından da belə yaradırsa toplamaya aiddir. Ayıran isə çıxmaya aiddir. İlk növbədə tam yaradan toplamaya aid misal yazaq. Gəlin. Deməli burada əvvəlcədən hazırladığım kəsrlər var. Məsəl üçün bayaq sualını verdiyim misal var idi, yazmışdıq. 5 tam 5də 3 çıxılsın 3 tam 5də 4. Toplamaq 3 tam 5də 4 yaza bilərik. Və onları gəmləyək. İç kəsrimiz var, onları gəmlədik. Nə edə bilərik? Deməli ilk növbədə nə edirdik? İlk növbədə baxırdıq, tam hissələri gəmləyirdik, kəsr hissələri gəmləyirdik birinci. Kəsr hissələrə baxırıq, topladıq. Deməli kəsr hissələrin gəmi eləyir 5 tam, deməli 5 tam 3, 5də 3 plus 5də 4
adi kəsrlərin toplanma, məxrəci eyni olan adi kəsrlərin toplanmasında məxrəclər eynidirsə, sürətlər toplanırdı. Ona görə məxrəc sabit saxlayırıq. Sürətləri də toplayanda 3 + 4 7 eləyir. Deməli bizim kəsr hissəmiz 5-də 7-dir. Onda tam hissəmiz neçə eləyir? Ha, tam hissəmiz isə yenə tam hissəni bu səfər toplayaq. Tam hissəni ilə 5-i 5-in üstünə 3 gəldikdə 8 eləyir. Deməli 5 + 3 bərabərdir 8. Bu da bizim tam hissəmizdir. Qarışıq ədədlər nə idi? Mən bunu 8/5-də 7 yaza bilmərəm. Yəni kəsr hissəni 1 topladım, tam hissəni 1 topladım. Mən bunu 8/5-də 7 yaza bilmərəm. Niyə görə? 5-də 7 düzgün olmayan kəsrdir. Qarışıq ədədlərin tərifi necə idi? Tam ədəd və düzgün olan kəsrlərə aiddir. Ona görə də biz bunu qarışıq ədədə çevirəcəyik. Qarışıq ədədə çevirəndə nə edirik? Bunu da öyrənmişik. Qarışıq ədədə çevirəndə nə edirik deyə. Gəlin 5-də 7-ni qarışıq ədədə çevirək. Deməli, 7-ni qarışıq ədədə çevirəndə 7-ni 5-ə bölürdük. Alınırdı 1 tam, qalıqda 2. Bu da qalıq. Kəsr şəklində də yazanda nə edirdik? Kəsr şəklində deməli, ilk növbədə kəsr xətti çəkirdik. Qalığı yuxarıya sürətə, böləni məxrəcə, tamı isə, yəni qisməti isə qarşısına tam hissə olaraq yazırıq. Yəni 1 tam 5-ə bölünməsindən qalıqda 2 qalır. Bu şəkildə. İndi təsəvvür edin 1 tam 5-də 2-ni 8 tamla toplayanda, çünki 8 tamımız var idi. Nə eləyirdi? Yəni əvvəldən 8 tamımız var. 5-in üzərinə 3 gəldik, 8 aldıq. Kəsrləri də toplayanda 1 tam almış olduq. Həmin 8-in üzərinə 1-i əlavə edirik. Onda cavabı nə almış oluruq? Cavab 9 tam 5-də 2. Deməli, neynədik? Deməli, baxdıq ilk növbədə 2 dənə kəsrimiz var. Kəsrimizin kəsr hissələrinə baxdıq, yəni qarışıq ədədlərin kəsr hissələrinə baxdıq. Onların bir-birinə topladıq. Bir-birinə toplayanda əgər düzgün kəsr alınırsa, yəni yuxarıdakı ədəd aşağı ədəddən kiçik alınırsa, olduğu kimi yazılır. Yox, əgər böyükdürsə, yəni yuxarıdakı ədəd aşağı ədəddən böyüksə, düzgün olmayan kəsirdirsə, necə ki biz bunda almışdıq, düzgün olmayan kəsir almışdıq. 5-də 7 almışdıq. Bu düzgün olmayan kəsirdir. Belə düzgün olmayan kəsir aldıqda, bu düzgün olmayan kəsiri qarışıq ədədə çevirirdik. Qarışıq ədədə çevirəndə üstə sürəti məxrəcə bölürdük. Alınan tam qabağa 5 olduğu kimi qalırdı. Qalığı da yuxarı yazırdıq. Yəni bu şəkildə bunu çevirirdik. Daha sonra həmin tamları da bir-biri ilə toplayıb, tamı toplayanda biz 8 almışdıq. Həmin tamın üzərinə alınan tamı da gəlirdik. Bu şəkildə. İndi isə eyni misalın gəlin çıxmasını yazaq. Çıxmaq üçün, yəni 5 tam 5-də 3-dən, niyə yazamadım? Aha, 5 tam 5-də 3-dən, 3 tam 5-də 4-ü çıxaq. Deməli, çıxmada nə edirdik? İlk növbədə sürətlərə baxdıq, yəni kəsirlərə baxırdıq. Burada bir kəsir var, burada bir kəsir var. Çıxılmada nə idi? Azalan, çıxılan, fərq. Əgər azalanın kəsir hissəsi çıxılanın kəsir hissəsindən kiçikdirsə, onda həmin kəsirin tamından bir dənə tam götürüb kəsirin üstlərinə əlavə edirik. Yəni bir dənə tamı kəsirin üzərinə əlavə edirik. Burada da tam 4 qalırdı. Yəni mən oradan 5-dən birini götürüb tam kəsirin üzərinə versəm, mənim bir dənə tam azalmış 4 olur tamam. İndi isə burada da 3 olaraq qalır. Tamam 3 olaraq qalır. Bunu qeyd etdim. Bunlar tamlardır. Tamam 3'dür. Tamam 3'dür. Çıxmada nə edirdik? Tamları bir-birindən çıxıb yazırdıq. İlk növbədə yazaq. Tamı bir-birindən çıxanda nə edirdi? 4 çıxılsın 3 eləyirdi. 1 olduğu kimi yazdım. Onsuz da 1 də götürüb bura. Sonra nə edirdik? Kəsirlər bir-birindən çıxırdı. Ha? Kəsirlər indi bir-birindən çıxarsın. Gəlin kəsirlər bir-birindən çıxaq. Deməli, kəsirlər bir-birindən çıxaq. Deməli, 1-i 5-in qabağına qoyduğum üçün 1 tam 5-də 3 eləyir. Çıxılsın 5-də 4. Buranın kəsir hissəsi. Yəni bu bura, bu da bura. İndi baxaq. 1 tam 5-də 3-dən 5-də 4-ü çıxırıq. 1 tam 5-də 3-ü biz nə edirdik? Tam isə qarışıq ədədə çevirirdik. Düzgün olmayan kəsrə çevirirdik. Düzgün qarışıq ədədi, qarışıq ədədi düzgün olmayan kəsrə çevirirdik. İlk növbədə 5-i 1-ə vururduq. Düzgün olmayan kəsrə çevirməyi keçən videomuzda öyrənmişdik. 5-i 1-ə vururduq. Daha sonra isə üzərinə 3 gəlirdik. 5-i 1-ə vurub üzərinə 3 gəlib sürətə yazırdıq. Deməli 5-i 1-ə vuranda nə edir? 5, üzərinə 3 gələndə 8. Sürətə də nə edirdik? Məxrəcdə olduğu kimi qalırdı. 5-də 8. Sonra nə edirdik? 5-də 4-ü çıxırdıq indi. 5-də 4 çıxılsın. Çıxılsın 5-də 4. Çıxılsın 5-də 4. Cavabımız nə edirdi? 5-də 8-dən 5-də 4 çıxanda 5-də 4 almış olduq. 5 olduğu kimi qalırdı. Məxrəclər eyni deyə sürətdəki rəqəmlər çıxıldı. 8 çıxılsın 4, 4. Və aldıq 5-də 8. Deməli nə edirdik? Tam hissələri bir-birindən çıxıb yazırdıq. Sonra kəsir hissələri bir-birindən çıxıb yazırdıq. Kəsir hissələri bir-birindən çıxıb yazıb 5-də 4 aldıq. İndi cavab nəticə nə olur? Nəticənin sinə deyək görək.
çəkdiyimiz qeydləri, işarələri silsək. Aha. Deməli, cavabımız bu olmuş. Cavabımızdan gördüyünüz kimi 5,5-də 3-dən 3,5-də 4-ü çıxanda 1,5-də 4 almış. Niyə görə? Deməli, bunun kəsir hissəsi ikincinin kəsir hissəsindən kiçik olduğu üçün buradan bir dənə rəqəm götürüb bura verdik və burada 4 qaldı. Burada da 3 var idi. İlk növbədə tam hissələr bir-birindən çıxdığımız üçün çıxıb 1 yazdıq. Sonra kəsir hissələr bir-birindən çıxırdıq. Buranın birini bura verdiyimiz üçün 1,5-də 3 oldu. 1,5-də 3-dən 3,5-də 4-ü çıxdı. 5-də 4-ü çıxdıq. 1,5-də 3-ü də biz düzgün olmayan kəsirə çevirdik. Daha sonra 5-də 4-ü çıxdı. Bu da elədi 1,5-də 4 aldığımız kəsirdə oraya yazdık. Bu öyrəndiyimiz məxrəci eyni olan idi. Fikir versəz, bunların hamısında cavabları, məxrəcləri eyni olan kəsirlərə aid idi. Ya bu məxrəcləri fərqli olsaydı, yəni qarışıq ədədin məxrəcləri fərqli olsa, toplam açıqlaması necə hesablanardı? Məxrəcləri fərqli olsa da həm tam yarada bilir, həm də tam ayıra bilirlər kəsirlər. Gəlin də misalı da baxaq.